Nə yeyirəm boğazımda qaynayır. Bilmirəm nə edim. Çöp olur. Qarnım şişir, bilmirəm nə edim. Hərəkət elə bilmirəm. Yiyən kimi yuxu basır məni. Bilirsiniz niyə? Çünki həzm olunmur, həzm getmir, mədənin selikli qişanı fəaliyyəti yoxdur. Nəticədə də nə olur? Eyni zamanda həm qəbizli əmələ gəlir, həm bağırsaqda problem olur. Mədədəki aydın məsələdə həzm elə bilir. Baxın dostlar, ikicə dənə məhsul, diqqətlə qulaq asın, ixtazan məhsulundan istifadə edin. Mədə bizdə çöp, yanma, göynəmə, qıcqırma, qastrit hamısını köklü şəkildə gündə 2 dəfə 2-2 qəbul edin, narahat olmayın. Məhsul hamısını, o bayaq sadalarım hamısı köklü şəkildə həll edəcək. Hə, daha yaxşı olardı ki, bax bu gördüyünüz kordiseps Allahın möcüzəsidir. Cəmi bundan səhər saat 10-da, axşam saat 10-da 2 kapsulanı qəbul elə. Həm mədədə olan bütün o fəaliyyət bərpa olunacaq, eyni zamanda iltihab varsa iltihab da xaric olunacaq. Tövsiyə edirəm, mədədən əziyyət çəkənlər bu iki məhsulu mütləq istifadə etsinlər.